necəsən əmir? Keyfim köçdü mühəlləb. Bundan yaxşı ola da bilməz. Gələn kafir kəzzab nə edib? Hətta bir küfəli belə bizə qarşı müxalifət sazı çalmır. Küfəllərin xasiyyətidir. Eşitməmsən, əl-küfi la yufi? Bu qələmunların həl-hələ və qəlqələlərinə etibar eləmə. Bizi şəhərdə müharibəyə məcbur eləməmələri özü bir neymətdir. Küfənin bivəfa cəmaatına arxalanmaq elə bir təhlükədir ki, bundan çəkinmək lazımdır. Bu pis adamı Allah cəzalandırsın. Bu pis adamı Allah cəzalandırsın. Yaxşı ki, xəlifə Mus'əb-i Küfəyə göndərdi. Xəlifə Mus'əb-i Küfəyə göndərdi. Bir nəfər bu yalancı münafiki yandırmalı. Pak dinimizi həmişə yaşatmalı. Pak dinimizi həmişə yaşatmalı. Bizi bu münafiklərdən qurtarmalı. Bizi bu münafiklərdən qurtarmalı. Bizə etdikləri pisliklərin hesabını bir-bir verməli. Bizi bu münafiklərdən qurtarmalı. Bizə bu etdikləri pisliklərin hesabını bir-bir verməli. Bizi bu münafiklərdən qurtarmalı. Kimsə bu yalancını artıq susturmalı. Sonra da od vurup yandırmalı. Biri bu yalancının diline kaynar yağ dökmeli. Heyhat Küfə və küfəllərdən. Küfəllərin cəhalət, xəta və günaha etiraf eləmələri yük dəvəsinin belə qaldıra bilməyəcəyi ağır bir yükdür. Əli və oğlanlarına bu qədər cəf və vəfasızlıqdan sonra peşmanlıq, gözyaşı və tövbədən sonra yenə də aldanıb şəhəri iki əlli düşmənə təslim eləyiblər. Tuh, bu qədər cəhalət, zəlalət və zillətə. Küfə min dilli, min rəngli şəhərdir İsmail. Təzad anlaşılmazlıq və azğın adamlarla doludur. Bu cür cəmaatla birləşmək, müttəfiq olmaq, qorxunc, əfsanəvi divə çevrilər ki, hər şeyə əksinə əməl eləyir. Dostluq eləyən vaxt düşməndir, meydana gələn vaxtda isə məqsədi meydanı boşaltmaqdır. İndi başa düşürəm ki, niyə muxtarım İranlılara xüsusi inayəti var imiş. Bu cür çətin günlərin gərək İranlılar idi ki, mərhum bin Şümeytin qəfləti ilə darmadağın oldular. Hikmətinə qurban olum ay Allah. Qadınların abır həyasını aparan padişah bugün öz namussuzluq sarayında həbs olunub. Qadını vəfa etdiyi üçün daşlayırlar yazına. Çıx bayra nakam mələkə. Muxtar ölüb. Ne vaxt? Nə vaxt ölüb? Şir qadın. Küfənin padşahlıq taxtından 250 yapışan canlı meyitdi, bildin? Muxtar o gün öldü ki, hökm elədi. Haqqını tələb elədiyi üçün əmr elədi ki, müsəlman qadına tüpürüb daş atsınlar. Onda həl-hələ və oynamaq vaxtıdır. Biz nəzir eləmişik ki, Muxtarın ölümündə əynimizdən qara paltarı çıxarıb, üzümüzün niqabını atıb mövlud oxuyaq. Onda yubanmayın. Muxtarın 7 canının 6'sı çıxıb, 7'si də boğazına çatıb. Allahın intiqam əli Zübeyrin oğlunun qollarındadır ki, Muxtarın boğazından yapışıb. Bu bığsaqqalsız qoşun Yəcüc-Məcüc qövmüdür? Nə deyirsən müsəlman? Bu bığsaqqalsız qoşun İbn Hürün qoşunudur. Meydanları da onun arvadıdır. Allah fəna. Nəql olunub ki, axirət zamanda qadınlar kişi paltarı geyərlər, kişi ilə qadının yeri əvəz olunar. Bu nə müsibətdir. Təsəvvür elə ki, kişilər hamilə olub uşaq doğacaq. Nə?
Bunu düşünmək belə adamın ətini tökür. Ya Muhammed, özün bu yazıq ümmətinin dadına çat. Gör müsəlmanın namusunu nə günə salıblar. Ah! Yaxşı. Arı yuvasını neyniyək? Onlar əməllərinin əvəzini ödəməlidirlər. Muxtar çox evləri yandırıb, çox evləri viran edib, xaraba qoyub. Eşidirsən Ümmü Sabit? Gəl çıx bayra. Bu igid qadınlar sənin və kafirlərinin əvəzlərinə qurban olub. Ya oğul dağı görüblər, ya ər dağı. Günahlarının əvəzini istəyirlər. Çıx bayra, murdar ayaq yalın. Bəlkə də saraya qaçıblar. Ümmü Sabit saraya getməyib, Mariya. O evdədir. Özüm görmüşəm onu. O qorxudan cavab vermir. Arını yuvasından odla çıxaracağıq. Ya Emir, Muxtarın evini odlayıblar. Hansı gicbəsər bu axmaqlıq eləyib? Mariya, Cənab İbn Hürrün arvadı. Küfə qadınlarının bir neçəsini götürüb Muxtarın evinə hücum eləyiblər. Cəfər, tez özünü bu quşbeyin qadına çatdır və yandırdığı odu söndür. Onu bura gətir. Amma sən özünü İbn Hürrə çatdır. De ki, yubanmadan hüzurumuza gəlsin. Tez elə. Oldu Emir. Sən neynirsən qadın? Bu nə özbaşınalıq, namərd hərəkətdir. Adı söndürün, tez! Siz Zübeyrin oğlanlarının namusunu hərraca qoymusunuz? Of sənə! Allahdan qorxmasaydım, səni tikə-tikə doğrayardım. Mən hamını sancan, iynələri ilə zəhərləyən arı pətəyinə od vurmuşam. Bu pətək boşdur, qadın. Arıları Küfə sarayında yuva salıblar. Səndən Muxtarın arvadının davasının zərərini bizim dövlətimiz ödəməlidir? Zübeyrin oğlanlarının xəsis olduğunu və zərər ödəməyə hazır olmadıqlarını eşitmişdim. İtil naqisəqil. Eşitsəm ki, yenə əlindən xəta çıxıb, sənin canını alacam. Qorxmayın, siz amandasınız. Bu qəbahətli əməl bir pis əməlli qadının kin-küdurəti idi. Bunun Zübeyrin oğullarına aidiyyəti yoxdur. Bizim müharibəmiz Muxtarlandır. Ailəsi ilə yox. Mən elə bilirdim ki, ağıllı, dərrakəli bir qadınım var. Amma o öz pis əməli ilə sübut elədi ki, paxıl və ağılsızın biridir. Əgər sən onu cilovlaya bilmirsənsə, mən bilərəm. Muxtarın ailəsi müttəhimdirsə,
Şəri hakim cəzalandırmalıdır. Zəif bir qadın yox. Lənət olsun şeytana. Arvadımın pis bir əmələ mürtəkib olduğuna şübhə yoxdur. Amma ona intiqam oduyla yandığı üçün haqq qazandırın. Ona cəmaatın qarşısında Muxtarın əmri ilə daş atılıb, üzünə tüpürülüb. Bu nə məntiqdir, müsəlman? Hansı intiqam? Biz şəxsi haqq hesablarımıza görə qoşun çəkib, öldürüb inandırmalı deyilik. Başa düşdün? Muxtar bir zəif, müdafiəsiz qadına zülm eləyib. Hə, biz də elə buna görə küfədəyik ki, onun zülm büsatını pozaq. Əmir haqlıdır. Məndən işitsəz Muxtara nəfəs almaq fürsəti belə verməyin. O, həddən artıq çətin müharibəni yarıb, qaçmaqda dərin düşüncəyə malikdir. Nə qədər ki, küfəllər qızışıblar və Muxtarın ofsunundan rəylərini dəyişməyiblər, onun işini bitirin. Siz bizi hörmətdən salmayın. Biz Muxtarın nəfəsini kəsəcəyik. Əmirə şərəf sözü verirəm ki, bundan sonra əyalımdan bir xəta baş verməz. Eləcə də bir də ki, şayələr həmişə küfədə qılıncdan kəsərli olub. Son zamanlarda eşitmişəm ki, Muxtar Mosula bir məktub yazıb. Əşlərin oğlunun qoşununu küfəyə çağırtdırıb. İcazənizlə. De görüm nə düşünürsən, məhəllə? Ola bilər ki, Muxtarın İbrahim Əşdərlə məktublaşması doğrudur. Tutaq ki, belədir. Biz ki bilirik, İbrahimlə Muxtarın arası artıq dəyib. Bəlkə də onların bir-biri ilə əlaqəsi bizi allatmaq üçün olan tədbirdir. Təcrübələr göstərir ki, Muxtar zəruri şəraitdə bizimlə dostları arasındakı münaqişələri əvəz eləyə bilər. İcazənizlə əmir. Xoş xəbər olasan, Sərdar. İbrahim və Cədəlidən bir xəbər var. Pis xəbərdir, sahib. Pis xəbərə ürəklə qulaq assan, acı olmaz. Danış görək. Bu damın altında olan hər kəsin hər cür acı xəbəri eşitməyə taqəti var. Niyə yerə baxırsan, sahib? Danış. Canbəsər olduq. Nə olub, sahib? Nə ərz eləyim, əmir? Bir xəbər var ki, yalnız özünüz eşitsəz yaxşı olar. Bizim aramızda naməhrəm yoxdur. Sözünü de. Xəcalətliyəm, əmir. Kaş mən də bin Kamil və Kiyanla həmsəfər olaydım və bu günləri görməyəydim. Xəbər çatıb ki, əmrin evinə od vurublar. Əlbəttə, ev əhlinə zərər dəyməyib. Elə bu? Təkcə bu yox. Çox güman ki, o hərzə qadına bu evi yandırmaq əmr olunubmuş. Sonra isə özbaşınalıq elədiyi üçün məzəmmət olunub. İndi belə bir söz yayıblar ki, bu qəbahətli əməl Muxtarın dövlətindən yara alan bir qadının şəxsi kin-küdrəti imiş və Ali Zübeyrlə heç bir əlaqəsi yoxdur. Onların davası Muxtarladır, ailəsi ilə yox. Bu qadın zindandan qaçan həmin ifritə deyil? Niyə? Həmin ciyər yiyən Hinddir. Zübeyrin namərd oğlanları məlumul hal qadını qabağa veriblər ki, onlar üçün abır-həya kəsb eləsin. Carçılar Ali Zübeyrin dindarlıq və təqvasını fəryad eləyərək
Küfəllərə onların qeyrət və cömərdliklərini təbliğ edirlər. Qaydası üzrə küfəllər də buna inanacaqlar. Çünki külək hara əsirsə, onlar da ora əsirlər. Bu qadın mənimlə sənin üçün məlumul haldır. Küfənin unutqan əhalisi üçün yox. Bu hilə gərcəsinə bir məhələkədir. Bu mühəlləbin hiləsidir. Mən bilirəm ki, küfəllər iştaha ilə məhələkəyə tamaşa eləmək üçün əyləşib. Qiyam dövlətinin başını qazana salıb qaynadacaq, yiyəcək, üstündən də bir badə ayran içib, gəlilərək Ali Zübeyrin canına dua eləyəcəklər ki, onları azğınlıqdan xilas eləyib. Elə də olmalıdır. Bu mərəkəni bir əxlaqsız qadın başlayıb. Muxtarın arvadı davam eləyib. Muxtarın arvadı ona inanmadığı halda küfəllərdən nə gözləmək olar? Kaş anam başa düşəydi ki, tarixin hansı səhifəsində dayanıb. Sahib, Ömrəyə bir xəbər çatdıra bilərsən? Ümidvaram, əmir. Ömrəyə de, düşmənin Muxtarın ailəsinə rəhm eləməsi avam cəmaatı aldatmaq üçün bir hoqqadır. De ki, bundan sonra siz Muxtarın abır həyası, onun kəsərli sözünün gürovunda olan həmin əsir kimisiniz. Hara, bacı? Bu evin əhlini görmək üçün. Zarafat eləyirsiniz? Xəcalət çək, qolçamaq. Mənim səndən nə zarafatım var? Çəkil kənara. Biz burada sütunuq yoxsa divar? Bizi vecinə dalmadan keçib gedirsən. Kimsən? Əcinnəyəm. Muxtarın ailəsinə uğurlamağa gəlmişəm. Günün orta çağı cəmaatı yolunu kəsib sorğu-sual eləyirsən. Şər yaratma, qadın. De görüm kimsən? Evində həbs elədiyiniz qadının qohumlarındanam. Bu evin adamları ilə görüşmək qadağandır. Niyə? Niyəsini bizim əmirlərimiz bilirlər. Biz əmrə itaət eləyirik. Bəs carçılarınız nə car çəkirlər ki? Muxtarın ailəsinə hörmət olunmalı, amanda olunmalıdırlar. Niyə yalandan şərafət və qeyrətdən dəm vurursunuz? Bu Zübeyrin oğlanlarının uydurmasıdır. Yəqin yenə bir qadını təhrik ediblər ki, ərinin və oğlunun intiqamını almaq üçün gəlib bizə əziyyət versin. Qələt eləyirlər. Şəhər nədir məyər? Hərdən biri gəlib məsəkə çıxarıb nalayiq sözlər deyir. Ali Zübeyrin sözünün üstündə durmağa fərasət olmasa belə, bizim fərasətimiz var ki, özümüzü müdafiə eləyək. Ömrə, işi biraz da korlama. Nə danışırsan, nə korlamaq Nariyə? Əgər biz sussaq, hər gün elə bu aş bu kasa olacaq. Mən qorxuram Ömrə. Qorxuram ki, bizi öldürərlər. Allaha and olsun, ölüm bu cəhənnəmdən yaxşıdır. Hardan bilək ki, xəbərçi deyilsən? Tutaq ki, xəbərçiyəm. Siz ki, dörd göz, dörd qulaqlısınız. Nədən qorxursunuz? Nə xəbərdir? Bacım Ömrə, xoş gördük. Necəsiz? Sizin üçün Muxtardan xəbər gətirmişəm. Bağışlayın Banu. Bu qadını qanunu pozmaq və xəbərçilik və Ali Zübeyrə hörmətsizliyinə görə həbs eləyib Əmir Musəbin yanına aparıram. Gəl həbs elə, əl qolumu bağla, dilimi kəs, ağzımı yum. Sizin kimi qəsbkarlardan cəmaatın dilini hal əhval tutmaq cəzası ilə kəsəcəyinizi gözləmək olar. Kim idi Ömrə? Tanış qadın idi Nariyə. O Muxtardan xəbər gətirmişdi. Nə xəbər var? Gümanım düz imiş. Zübeyrin oğlanlarının Muxtarın ailəsinə yalançı ehtiramı cəmaatı aldatmaq imiş. Sən Allah, əl çək bu fikirlərdən. Ömrə, sən də Muxtar kimi hər kəsdən, hər şeydən şübhələnirsən.
Onlar bizə aman veriblər. El eləməyin ki, gördükləri işə görə peşman olsunlar. Nariyə, Zübeyrin oğlanlarının sözünə etibar eləmək sadəlöflüydü. Onlar bizə aman verməklə özlərini küfə cəmaatının yanında əziz eləmək istəyirlər. Ömrə, Musəb hər nə niyyətlə bizə aman veribsə, sözünə əməl eləməyə məcburdur. Bir şərtlə ki, biz onun quyruğunu tapdalamayaq. Qızın hörrəyə ana lazımdır. Başa düş. Bizim abır həyamız Muxtarın abır həyasıdır. Musəb yalnız Muxtara abırını apardığı bir vaxta qalib gələ bilər. Musəbin Muxtarı sındırmaq ümidlərindən biri bizik. Bunu unutma. Əgər biz sussaq, meydanda məğlub olan Muxtar olacaq. Sən Muxtarın başını nizədə görməyincə məğlub olduğuna inanmayacaqsan. Ağzını yum Nariyə. Biz Muxtarı satmasaq, Muxtar Musəbi məğlub olmağa məcbur eləyəcək. Ömrə, Ali Zübeyrin əleyhinə qalmaqal eləmək istəsən, mən də sakit oturmayacağam. Muxtarın barəsində elə sözlər deyərəm ki, bu vaxtacan heç kim eşitməyib. İnana bilmirəm. Sən Muxtarın arvadısan, yoxsa onun düşməni ilə əlbir olmusan? Qulaq as Ömrə. Sən qulaq as Nariyə. Mən Muxtarın arvadıyam. Əhd bağlamışam Kərimin şad günündə də, pis günündə də onunla bir yerdə olum. Məndən əhdimi sındırıb ərimə xəyanət eləməyimi istəmə. Bir düşün Nariyə. Təhlükə vaxtı ərindən üz döndərmək insafdan deyil. Bizi feyziyab eləyin əmir. Cəmaat muştaq və intizardadılar. Nəyin muştağı və intizarındadılar? İntizardadılar ki, yeni əmirləri Allahın Rəsulunun minbərində əyləşib, hidayət edici bir xütbə oxusun. Allahın Rəsulunun yerində əyləşmək? Heyhat! Mənim ki, buna cürətim çatmaz. Hidayətkar olmaqdansa cəngavər olmağa üstünlük verirəm. Fərmanlar, əmirlər vermək üçün ikinci pillə də kifayətdir. Ey cəmaat! Diqqətlə qulaq asın. Yaxşı baxın və düşünün. Bizim yeni əmirimiz yanlış adət ənənədən üst çevirərək yeni bir yol qoydu ki, bu qaranlıq yolda bir məşəldir. Yadınızdadırmı əvvəlki əmirlər necə azgözlük və hərisliklə Rəsulullahın yerinə söykənərək onun yolu ilə gələcəklərini vəd edirdilər? Cənab Musəb ibn Zübeyir ibn Əvam Peyğəmbərin böyük səhabəsinin övladı Xuzu və Xuşu ilə iqrar elədi ki, Nəbi-i Əkrəmin yerində əyləşməyə cürəti yoxdur. Mən inanıram ki, bu salih səhabə övladı əməl əhlidir, söz əhli yox. Doğruçuldur, yalancı yox. Allahdan qorxandır, şeytana uyan deyil. Kör Allahdan nə istər? İki görən göz. Mənim gözlərim bugün açılıb. Öz cavanlıq dövrümün günlərinə görə peşmanam ki, kəzzabın yalanları və təlqinlə aldanıb, Ali Zübeyrin eləmədiyi günahını yuyub, mən öz yolumu azmışam. Əstəğfirullah, Rabbi və ətubu iləyh. İlahi əl-əf! İlahi əl-əf! İlahi əl-əf! Bismillahirrahmanirrahim. Mən Musəb ibn Zübeyir ibn Əvam dini mubinin xidmətində kiçik bir əskərəm. Şişirtmədən ərz eləyirəm. Nə bacarıqlı xatibəm, nə də ki ağız dolusu sözlərlə özümün və sizin vaxtınızı almaq istəmirəm. Cənab İbn Hür nüfuzlu kəlamları ilə bizim zəhmətimizi azaldıb, yükümüzü yüngülləşdirdi. İraq ərəbi yaralıdır. Saysız hesabsız müharibələrdən ürəyi qanlı və dağlıdır.
çoxlu sayda yetimlər, dul qadınlar və əlillər qüdrət hərislərinin düzəltdiyi fəsadların nişanəsidir. Mən gəlmişəm ki, bu müsibətin səbəbkarlarını aranızdan qovum və xarabalıqlarınızı abad, ürəklərinizi şad edeyim. Allah da niyyəti ümmətin xeyirxahlığı olan şəxslərin himayəçisidir. İndi Kufə bizim qüvvələrimizin əlindədir. Muxtarın alladaraq öz tərəfinə çəkdiyi qüvvələr sarayın meydanını ixtiyarlarında saxladıqları üçün sarayın içinə qaçaraq müqavimət göstərmək fikrindədilər. Biz sarayı mancanaqlarla onların qəbrinə çevirə bilərik. Amma nə mən, nə də qardaşım xəlifə sarayı xaraba qoyub qırğın törətmək istəmirik. Biz sarayı mühasirəyə alaraq Muxtar və dostlarına fürsət veririk ki, tövbə eləyib təslim olsunlar və xəlifənin beyyətinə gəlsinlər. Əsvət. Bəli, əmir. Ağ bayraq götür və saraya get. Mənim sözümü birər-birər Muxtara çatdır. Oldu, əmir. Yəbnəhür, Cəfər, siz də qüvvələrinizlə sarayın meydanına daxil olun və sarayın bütün güşələrini zəbt eləyin. Qardaşlar, eşitdiniz ki, düşmən bizi tövbə və təslimə dəvət eləyib. Beyyət şərti ilə bizə aman verib. Tövbə, yəni günahı etiraf eləməkdir. Deməli, qəbul eləməliyik ki, bizim qiyamımız günah imiş. Təslimsə, haqqın qarşısında xalis şəkildə səcdə eləməkdir. Mus'ab, Haqq, Allah. Allah yolunda olan cihadı tərk eləmək günah və qəsbkarların qarşısında səcdə şirkdir. Hal-hazırda düşmən bizi günaha və şirkə dəvət eləyib. Tövbə və təslimə yox. Mən öz fikrimi söyləyirəm. Sizsə seçmək ixtiyarındasınız. Ali Zübeyir və Ali Üməyyənin hər ikisi bir cinsləndilər. Onlarla beyət haram və onlarla müharibə bizim şəri vəzifəmizdir. Eşitmədin Əsvəd? Niyə? Niyə? Eşitdim. Yaxşı, bəs onda nəyi gözləyirsən? Get. Yəni, sizin hamınız Muxtarın fikri ilə razısınız? Görürsən ki, qardaşlar, sizlərin arasında elə kəslər varmı ki, vacibi tərk edib, zillət gətirən təslimi müqəddəs müqavimətdən üstün bilərək, öz dəyanətini şirin canıyla dəyişsin? Sahib, Musa bu biçarəni göndərib ki, çıxındır alsın. Siz ona ləl, yaqut, zümrüd məzənnəsi verirsiniz.
Əlbəttə ki, gözləri hədəqəsindən çıxıb, ağzı da açılı qalacaq. Siz elə danışın ki, o başa düşsün. Qulaq asın, sizin işiniz bir növ intihardır. Düşməniniz sarayın darvazasının arxasında pusku qurub, o sarayı mancanaqla dağıtmağı qadirdir. Hamınız haram, halal və vacibatları bilirsiniz. Yəqin ki, bilirsiniz ki, özünü öldürmək küfür və bağışlanmaz günahdır. Musəb kafir deyil ki, onunla müharibəni cihad adlandırasız. Əsvəd İbn Səid. Haqda batilin arası bir tük qədərdir. Bəzən bir ömür səcdəyə baş qoymağın əcri bir qəsbi xurma yeməklə bərbad olur. Qeys, Bəli, qardaş. gəl. Nə qədər fürsət var tövbə elə, Qeys. Sənə söz verirəm. Sən üçün etibarlı amannamə alacam. Nəyə görə tövbə eləyim, qardaş? Mürtəkib olduğunuz günaha görə. Sən elə bir kişini müdafiə eləyirsən ki, dində səhv bidətlər yaradıb, yalançı, sehirbaz və dinsizdir. Ərəb varlılarının bir çoxunun qanını töküb. Muxtar o ərəbləri öldürüb ki, əlləri Peyğəmbər övladının qanına bulaşmışdı. Mən zülm və sitəmdən haqqı müdafiə eləyirəm. Muxtarı yox. Muxtar sizləri cadu eləyib. Allah da adınıza çatsın. O müharibə ki, qardaşı qardaşını öldürməyə göndərib, batil müharibədir. Elə eləmə ki, qardaşımın xəyanət və qanına göz yumum, aydındır? Qardaşımın üstünə qılınc çəkdiyim üçün təəssüf eləyirəm. Amma əlinin yolunda yaşayıb ölmək mənim üçün bal kimi şirindir. Görünür, Muxtar sizin qulaqlarınızı da cadu eləyib. Niyə? Ona görə ki, yalnız onu eşidirsiniz. Sizlər Muxtardan bir tanrı yaratmısınız. Bu küfür və şirkdir. Sən ailənin rüsvayçılığına bais olmusan, Qeys. Unutma, qiyamətdə məndən şəfayət ümidin olmasın. Arzu eləyirəm, mənə Mövlam Hüseynin şəfayəti nəsib olsun. Əsvəd! İndiki Ali Zübeyrin nökərçiliyini qəbul eləmisən. Müğayət ol ki, allanmayasan. Heç olmasa dünyanı qızıl pula sat. Qara pula yox. Bu qaş qabağından məlum olur ki, Muxtar səni bərk qorxudub. Nə oldu, Əsvət? De görüm, əziz qardaşınla görüşə bildin? Yoxsa bizə qoşulmaq istəmir, hə? Məncə Muxtara macal vermək əsl axmaqlıqdır. Yəbnəhür. Qardaşım Musa bilir Muxtarla necə pəncə-pəncəyə gəlmək lazımdır. Bu xəbər göndərməklər avam cəmaatı aldatmaq üçündür. Əvvəl-axır biz bu cəmaata hökmranlıq eləməliyik. Quldurluq və zorakılıqla dövlətimizin bünövrəsini zəiflədə bilmərik ki. Bəli. Hələ nə dar var, nə də ki bar. Dar ağacı hazırdır. Sıçan qaçırtmasa
İnan, bar da verəcək. Rüsxət ya əmir. Mən elə bir şəxsi gördüm ki, ondan hər cür müharibə faydasızdır. Sən nə gördün Əsvət? Elə bir kişi gördüm ki, fatihlər kimi rəcəz oxuyur, peyğəmbərlər kimi danışırdı. Bizim səfirimizə bax. Olmaya Muxtar səni də yalancı ayələri ilə sehirləyib. Danış. Xəbəri çatdırdın? Bəli, əmir. Yaxşı. Nə cavab eşitdin? Muxtar xəbərinizi eşidəndə dişlərini qıcıyıb nərə çəkdi ki, Ali Üməyyə və Ali Zübeyrin hər ikisi bir qumaşdandı. Onlarla saziş haram və onlarla müharibə bizim dini vəzifəmizdir. Bu anasız kəzzabın işi o yerə çatıb ki, Ali Zübeyri də Ali Üməyyə ilə bir hesab eləyir. Allaha and olsun ki, bizi mürtədlikdə ittiham eləsəydi, məni yandırmazdı. Şək eləmirəm ki, bu məlun özünü Ali əri ilə bir tutur. Bu hörmətsizliyi Ali Səqifin qanı ilə yumasam, Zübeyrin oğlu deyiləm. Elə bir iş görəcəyəm ki, bədəninin əzaları belə onu inkar eləsinlər. Qəzəbinizi cilovluyun, əmir. Kufə cəmaatının ağlı hələ də gözündə və qulaqlarındadır. Gözlərini süzməkdən, qönçə dodağını büzüb başını tərpətməkdənsə, bir miskal dilini işlət. Bu hörmətsizliyə layiqli cavab verilməməlidir. İnana bilmirəm ki, siz həmin əmirsiniz ki, bir saat əvvəl minbərin ikinci pilləsində əyləşib, birbaşa ümid və abadlıq bəxş eləyən bir xutbə oxudu. Dilini tərpətməyi istədim, amma kinayə ilə yox. Mən bu müşriki təkəbbür kürsüsündən yerə yıxıb, sümüklərini qıracam, sümüklərini. Musəb, Muxtar sizinlə təhlükəli bir oyuna girib xəbəri. Məhz bunu göstərir ki, o sizi yaxşı tanıyır. Kaş ki, siz də onu kifayət qədər tanıyaydınız. O sizin üçün iti qılınc göndərib ki, özünüzü yaralayasınız. Müğayət ol. Çalış ki, düşüncə ilə Muxtara qalib gələsən. Təəssüb və qəzəblə yox. Əsvət, tez özünü Cəfərə çatdır və de ki, bütün saraya edən su yollarını bağlasın. Oldu, əmir. Bu kafirə bir damcı da su çatmamalıdır. Suyu niyə bağladılar? Biçarə olduq. Kufəlilər Fəratın suyunu Hüseynin üzünə bağladılar. Burada da onun qanının intiqamını alanlara. Bilirdim ki, Bəni Zübeyir cömərtlikdən uzaqdır. Görünür Mövlamız Hüseyn kimi müharibədə susuzluğu təcrübə eləməliyik. Bu Allahın lütfüdür ki, bizi anba-an Kərbəla həqiqətinə yaxınlaşdırır. Hamı səninlə mənim kimi düşünmür, Əbdülrəhman. Cəmaatın ruhiyyəsi sarsılıb. Yaxşısı budur, Əbu İshaq onlarla söhbət eləsin. Əvvəlki mühasirənin təcrübəsini unutmayın.
tezliklə İbrahim Əştər və Cədəli Kufəyə çatacaqlar. Doğrudan? Şək eləyirsən İsmail? Şək eləmirəm sahib. Mən ümidverici vədlər verməyi məsləhət görmürəm. Sahib, müqavimət uzun olacaq. Su ehtiyatı yığmaq lazımdır. Suyun kəsilməsi Muxtarın belini qıracaq. Xam xəyaldır. Mən tanıdığım Muxtar hər şeyin tədarükünü görüb. And içirəm ki, bir illik su və yem tədarükü görüb. Muxtar sizə neyniyib ki, onu bu qədər böyüdürsüz? Sarayda 7000-ə yaxın ərəb və əcəm həbs olunub. Necə ola bilər ki, bu qədər adamın tələbatı bu sarayda yığılıb saxlansın? Muxtar çətinliklərə qalib gəlməkdə ustaddır. O istəyir mühasirəni uzatmaqla bizim qoşunun ruhiyyəsini viran eləsin. Dəqiq bilirəm ki, qabaqcadan zəruri ehtiyatları görüb. Muxtara möhlət vermək ağır bir yaradır ki, özümüzə vuracağıq. 100 dəvə mərcə gəlirəm ki, Muxtar 7 gündən çox müqavimət göstərə bilməyəcək. Yaxşı olar ki, mərc gəlməyəsən. Çünki 100 dəvə əlindən çıxdı. Mən istəyirəm 100 dəvə uduzum. Mərcə girməyə hazırsan? İcazənizlə. Bu ki təkcə dodağımızı istədar müsəlman. Hər halda bununla yummayacaqsan ki, igid. Mənim ayaq üstə durub qılıncı saxlamağa gücüm olmalıdır, yoxsa yox? Sən bilmirsən nə olub? Niyə bilmirəm? Namərd düşmən suyu üzümüzə bağlayıb ki, bizə əzab versin. Niyə vuruşmuruq ki, su yolunu açaq, hə? Ağlın başında deyil. Başını çıxart gör darvazadan o tərəfdən nə xəbərdir? Hansı ağılla qılınc dəryasına baş vurub su yolunu açaq, hə? Mənim üçün qılınc dəryasına baş vurub iftixarla ölmək, bu sarayda həbs olub diri-diri can verməkdən asandır. Axı bu nə müqavimətdir? Görəsən nə möcüzə baş verməlidir? Mən nə bilim. Yəqin ümid var ki, müqavimət eləməyimizə israr eləyirlər. Heç bir ümid yoxdur. Heç bir ümid. Kufədən Mosula neçə günlük yoldur? Neçə gün? Bir ayda Əştərin oğlunun gələcəyindən danışırlar. Bəs hardadır? Bu cür deyinməklə cihadının əcrini zay eləmə. Su ehtiyatının bitməsi çoxlarını dəhşətə salıb. Bir dəstə də köməkçi qüvvələrin gəlməməsindən naümid olaraq özlərini müharibədə uduzmuş hesab edirlər. Müqavimət dəstələri bu əhval-ruhiyyə ilə çox davam gətirə bilməzlər. Susuz adam müqavimət göstərə bilməz. Mümkündür hər an özümüzün əleyhinə üsyan eləsinlər. İndi su ehtiyatının tezliklə qutaracağını inkar eləyən yoxdur. İbrahim Əştərin və Cədəlinin də gələcəyi ehtimal olunur. Qəti deyil. Əmir Muxtar onları məktub yazaraq Kufəyə çağırtdırıb. Onların vaxtında çatıb və ya çatmayacaqlarını Allah bilir. Amma mən dəqiq bilirəm ki, qələbə bizləndir. Mən bunu Muxtarın önündə döyüşməyin təcrübəsindən öyrənmişəm. Bundan əvvəlki mühasirənin təcrübəsini unutmayın. Allaha and olsun, həmin mühasirədə mən Muxtarın ən yaxın adamlarından olduğum halda onun başında nə olduğunu bilmirdim. Gördünüz ki, vərəq çevrildi. Muxtarın döyüş sirlərini və döyüş tədbirlərini hamınıza açıqlayacağını gözləməyin. Şəkk eləməyin ki, bizim uzun müddətli müqavimətimiz düşmənin zərərinədir.
Dostlar hələ tərəddüd və şəkdədirlər. Sizin isti nəfəsinizə ehtiyacları var. Onlarla danışsaz, qorxu, tərəddüd və şək bütün bunlar itib gedər. Bəzən elə anlar olur ki, qorxu, tərəddüd və şək xütbə, moizə və isti nəfəslə aradan getmir. Sizə bir xatirə danışacağım. Lütfdən uzaq deyil. Bəlkə də hikmətdən də uzaq deyil. Musəvi ilk dəfə Kəbədə görəndə gözlərin baxışlarında ilişib qaldı. Gözlərinin dərinliklərində elə bir rəhbərlik eşqi var idi ki, sanki atəş idi. Atəş idi. Alovlanırdı. Sonra həmin an xəyalımın quşu pərvaz elədi. Mənlə Musəvi Kəbədən Kufiyə gətirdi. Elə bura. Bu saraya. O gün Musəb Neynəvalıların qan dəryasında qərq oldu. Bu röya mənim üçün bir müəmma idi. Çünki bilirdim Musəb Kərbala hadisəsinə daxil olmamışdı. Bəs niyə Musəb? O gün ki, Hüseynin qatillərinə pənah verdi və onlarla birgə bizim əleyhimizə qalxdı, yuxunun sirrini anladım. Canım onun əlində olan Allaha and olsun ki, Hüseynin qatilləri barədə gördüyüm bütün röyalarım həqiqətə çevrilib. Musəbin Kərbəla şəhidlərinin coşub daşan qanında qərq olması mənim üçün sonuncu röya oldu. Mən öz müqavimətimi düşmənə tam məğlub eləyənə qədər davam elətdirəcəm. Amma beyyətimi sizlərdən götürürəm. Hər kim getmək istəyirsə, ona nə bir maniyə var, nə də bir söz. Sahib. Bəli, əmir. Su ehtiyatı tamam olmaq üzrədir. Kifayət qədər bal tədarik eləmişik. Göstəriş ver balları şorso quyusuna töksünlər ki, su şirin olsun.
Biraz şordur. Amma içmək olar. Dublyajın